Salam, 5-ci sinif Azərbaycan tarixindən 26-cı dərsimizə keçirək. Dərs 26. 1-ci Qarabağ müharibəsi. Qarabağ Azərbaycanın cənnət cuşələrindən biridir. Siz bilirsiniz ki, qədim dövrlərdən bu ərazi ata-babalarımızın daimi məskəni olmuşdur. 19-cu əsrdə Rusiya imperiyası özünə dayaq yaratmaq məqsədi ilə Qarabağa da erməni əhalisini köçürmüşdü. Bu proses sonrakı dövrlərdə də davam etdirilmişdir. Sovet dövründə Qarabağın dağlıq hissəsində erməni əhalisinə verilən muxtariyyətlə gələcək münaqişələrin əsası qoyuldu. Qarabağın Alban mənşəli xristian əhalisi də tədricən erməniləşməyə məruz qalmışdır. Təsadüfi deyil ki, Qarabağda yaşayan köçlü xristian əhalini ermənilərin özləri dönmə adlandırırlar. Ermənistan SSR-nin rəhbərləri bir neçə dəfə bu ərazini özünə birləşdirmək istəmişdi. Ancaq bu istəkləri baş tutmamışdı. 20-ci əsrin sonlarında SSR rəhbərliyi dəyişdi. Bundan istifadə edən Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların zorla çıxarılması prosesi başladı. İrəvanda və digər yerlərdə toplanan erməni millətçiləri "Türklərsiz Ermənistan, rədd olsun türklər" şüarları səsləndirirdilər. Bütün bunlar əvvəlcədən hazırlanmış məkirli planların tərkib hissəsi idi. Azərbaycanlılar Qərbi Azərbaycandan tamamilə qovulmalı, ardınca Qarabağın dağlıq hissəsi Ermənistan SSR-yə birləşdirilməli, daha sonra Naxçıvanın Ermənistana birləşdirilməsi məsələsi gündəmə gətirilməli idi. Bilirsinizmi? Vaxtilə ticarətlə məşğul olan ermənilər dünyanın bir sıra ölkələrinə yayılmışdılar. 19-cu əsrdən etibarən məskunlaşdıqları ölkələrdə təşkilatlar qurub hökumətlərə təsir etməyə başladılar. Onlar nəşriyyatlar yaradır, kitablar çap etdirirdilər. Bu kitablarda dənizdən dənizə böyük Ermənistan ideyası təbliğ olunurdu. Onlar xaricdə xüsusi banklar da yaratmışdılar. Erməni millətçiləri sadə erməniləri ümumi-erməni işi naminə bu banklara pul ödəməyə məcbur edirdilər. Məqsəd isə bir idi: qonşuların, xüsusilə Azərbaycanın torpaqlarının hesabına böyük Ermənistan yaratmaq. Tarix unudanları bağışlamır. 1988-ci ilin əvvəllərində Qarabağın dağlıq hissəsinin Ermənistan SSR-yə birləşdirilməsi tələbi irəli sürüldü. Bununla da 30 ildən artıq davam edən Qarabağ münaqişəsi başlandı. SSR-nin dağılması ilə münaqişə qanlı müharibəyə çevrildi. Azərbaycan bu müharibəyə hazır deyildi. Çünki ordumuz yox idi. Sovet dövründə Azərbaycanlılar SSR ordusunda xidmət edirdi. Münaqişə başlayandan sonra o vaxtki Azərbaycan rəhbərliyi hər rayonda ərazi müdafiə dəstələri yaratdı. Hər dəstə öz başına fəaliyyət göstərirdi. Vahid komandanlıq yox idi. Ordu quruculuğuna gec başlanıldı. Xalqımız hələ də Sovet dövründə irəli sürülən xalqlar dostluğu təbliğatının təsiri altında idi. 70 il ərzində tarix saxtalaşdırılmışdı. Erməni millətçilərinin yaxın keçmişdə törətdikləri cinayətlər unutdurulmuşdu. Azərbaycanlılar erməni əhalisi ilə birgə yaşayır, dostluq edir, hətta qohumluq əlaqələr yaradırdılar. Xalqımız hansı düşmənlə qarşılaşdığından xəbərsiz idi. Tarix unutqanlığı bağışlamadı. 20-ci yüzilliyin əvvəllərində yaşanan faciələr sonunda yenidən təkrarlandı. Qanlı yanvar. Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda mübarizəyə qalxması Sovet rəhbərliyinin planlarını pozdu. Onlar anladılar ki, Qarabağı asanlıqla Azərbaycandan qoparmaq mümkün olmayacaq. Sovet rəhbərliyinin haqsız siyasətinə qarşı xalq hərəkatı günü-gündən genişlənirdi. Meydanlarda SSR-nin tərkibindən çıxmaq, müstəqil Azərbaycan yaratmaqla bağlı şüarlar daha çox səslənirdi. Azərbaycan xalqı öz azadlığı uğrunda mübarizəyə başlamışdı. Bu isə Sovet rəhbərliyini qorxutdu. Qondarma Qarabağ məsələsini ədalətlə həll etmək əvəzinə güc tətbiqinə qərar verildi.
1990-cı il yanvarın 19-undan 20-sinə keçən gecə Bakıya qoşun yeridildi. Əvvəlcədən hazırlanmış plana uyğun olaraq ilk növbədə Azərbaycan televiziyasının enerji bloku partladıldı. O vaxt yalnız bir televiziya kanalı var idi. Əhaliyə xəbərlər bu kanal vasitəsilə ötürülürdü. Enerji blokunun sıradan çıxarılması ilə teleradio verilişləri kəsildi. Məqsəd aydın idi. Törədiləcək cinayətin lentlərə alınmasına imkan verməmək, onu dünyaya istədikləri kimi təqdim etmək. Lakin Bakıya qoşun yeridilməsi ağızdan ağıza keçərək yayıldı. Dinc və silahsız əhali küçələrə axışır, maneələr qururdu. Tanklar, digər zirehli texnikalar bir neçə istiqamətdən Bakıya yeridilmişdi. Azərbaycan əhalisi xilaskar hesab etdiyi Sovet ordusunun onlara ateş açacağına inanmırdı. Yanılmışdılar. İşıq saçan güllələr gecə qaranlığını yardı. Tanklar və zirehli texnikalar maneələri əzərək əhalinin üzərinə yeridi. Hər tərəfi ateş səsləri bürümüşdü. Əskərlər evləri, işıq gələn pəncərələri belə gülləbaran edirdilər. Hətta yaralıların köməyinə gedən tibb maşınları hədəfə çevrilir, həkimlər öldürülürdü. Bu, müharibə qanunlarına zidd idi. Həmin gecə onlarla dinc insan, qadın, qoca cavan, hətta uşaqlar amansızcasına qətlə yetirildi. Onların içərisində müxtəlif xalqların nümayəndələri də var idi. Bu, xalqımıza qarşı böyük cinayət idi. 20 yanvar hadisələrinə iş siyasi qiyməti xalqımızın böyük oğlu Heydər Əliyev verdi. O, Moskvada mətbuat konfransı çağıraraq bu hadisənin Azərbaycan xalqına qarşı cinayət olduğunu bəyan etdi. Sovet rəhbərliyinin öz qanlı cinayətini gizlətmək, örtbasdır etmək niyyəti boşa çıxdı. SSR rəhbərliyi 20 yanvar cinayətini törətməklə xalqımızı qorxutmaq, azadlıq hərəkatından çəkindirmək niyyətində idi. Amma bu baş vermədi. Yanvarın 22-sində 100 minlərlə insan həmin gecə qətlə yetirilmiş şəhidləri dəfn etmək üçün toplandı. Bu dəhşətli qırğın nəticəsiz qalmadı. Xalqımız əsl düşmənini tanıdı. SSR rəhbərliyinə olan ümidlər puç oldu. Öz azadlığı üçün mübarizə aparan Azərbaycan xalqı bir il sonra müstəqilliyinə qovuşdu. Bilirsinizmi? Dağüstü parkda şəhidləri dəfn etmək üçün yeri qazarkən üzərində xəsarətlər olan sümüklər üzə çıxdı. Məlum oldu ki, bunlar 1918-ci ilin mart soyqırımı qurbanlarına məxsusdur. Hazırda bu yer Şəhidlər Xiyabanı adlanır. Ən böyük qırğının baş verdiyi yerə 20 yanvar meydanı, 11-ci Qırmızı Ordunun adını daşıyan metro stansiyası isə 20 yanvar adlandırıldı. Həmin meydanda vaxtilə Qırmızı Ordu əskərinə ucaldılmış abidə də uçuruldu. Qaradağlının qara günü 17 fevral. Qaradağlı kəndi Xocavənd rayonunda Xocavənd-Xankəndi avtomobil yolunun üzərində yerləşir. Bu amil kəndin strateji əhəmiyyətini artırırdı. Qarabağda münaqişə alovlanandan sonra kəndin çətin günləri başlandı. Ermənilər kəndə hücumlar edir, dinc və günahsız sakinlər öldürülürdü. 1992-ci ilin fevralın 14-də erməni silahlıları böyük qüvvə ilə Qaradağlıya hücum etdilər. Kəndi müdafiə edən 14 nəfərlik dəstə güllələri bitənə qədər döyüşdü. Çoxu qeyri-bərabər döyüşdə həlak oldu. 3 günlük döyüşlərdən sonra fevralın 17-sində Qaradağlı kəndi işğal edildi. Kənd yandırıldı, əhaliyə amansız divan tutuldu. İşğal zamanı 118 nəfər dinc sakin əsir götürüldü, 33 nəfər yerindəcə güllələndi. Cəlladlar öldürülənləri və yaralı halda olanları təsərrüfat quyusuna doldurub torpaqlamışdılar. Bunu bilmək maraqlıdır. Sağ qalmış kənd sakinlərindən biri, faciənin şahidi Oruc Əliyev illər keçməsinə baxmayaraq, hələ də həmin günləri xatırlayanda dəhşətə gəldiyini bildirərək deyib. Ermənilər fevralın 14-də kəndə hücum etdilər. Düşmənə inadla müqavimət göstərdik.
Gecə-gündüz döyüşdük. Ayın 17-sində gülləmiz qurtardı. Kənd sakinlərini 2 kamaza, yəni yük avtomobilinə yığıb apardılar. Bir hissəmizi kəndin kənarındakı pir deyilən yerə qədər piyada gətirdilər. Bəylik bağından keçəndə tut bağının qırağında kamazı saxladılar. Dedilər, 10 nəfər düşsün. Telman özü ilə götürdüyü qumbaranı ermənilərə tərəf atdı. Düşməndən neçə nəfər öldü bilmirəm. Bizi atəşə tutdular. Xocalı soyqırımı. Xankəndi yaxınlığında yerləşən, gözəl təbiətə malik olan Xocalı qədim yaşayış məntəqəsidir. Sovet dövründə burada o zaman Qarabağda yeganə olan aeroport tikilmişdi. Bu, Xocalının əhəmiyyətini artırırdı. Ermənistan tərəfdən Qarabağa yalnız 2 yolla gəlmək mümkün idi. Quru yolla Laçından, hava yolu ilə Xocalıdan. Münaqişə başlayanda kiçik qəsəbə olan Xocalıya şəhər statusu verilmişdi. SSR dağılandan sonra münaqişə açıq müharibəyə çevrildi. 1992-ci ildə Xocalı mühasirə vəziyyətində idi. Buranı 100 nəfərdən bir qədər çox olan və zəif silahlanmış özünü müdafiə dəstəsi qoruyurdu. Mühasirə vəziyyətində olan Xocalıda işıqlar kəsilsə də, son ana qədər insanların ümidləri kəsilməmişdi. Təəssüf ki, o vaxtki Azərbaycan rəhbərliyi mühasirənin yarılması istiqamətində lazımi tədbirlər görmədi. Qaradağlı faciəsi belə Respublika rəhbərliyini ayıltmadı. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni faşistləri Xankəndidə yerləşən 366-cı Sovet alayının köməyi ilə Xocalıya hücuma keçdi. Bir neçə saatlıq qeyri-bərabər döyüşdən sonra düşmən şəhəri ələ keçirdi. Özünü müdafiə dəstəsinin sağ qalan üzvləri dinc əhalini şəhərdən çıxarmağa çalışırdılar. Prezident Heydər Əliyevin 1997-ci il 25 fevral tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00 Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hazırda dünyanın 16 ölkəsi ABŞ-nın 24 ştatı Xocalıda baş verən qətliamı soyqırımı kimi tanımışdır. Əlif Hacıyev, Tofiq Hüseynov dinc əhalini müdafiə edərkən qəhrəmancasına şəhid oldular. Onlar Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüşlər. Ermənilər güya əhalinin Xocalıdan Ağdama doğru çıxması üçün dəhliz saxlamışdı. Bu dəhliz isə Əsgərandan keçirdi. Dinc əhalinin qətliamı məhz dəhlizdə Əsgəran-Ağdam arasında baş vermişdi. Sərt qış günlərində çöllərə səpələnən Xocalı sakinlərinə amansız divan tutuldu. Qadın, qoca, uşaq, dinc, silahsız insanlar yalnız türk və müsəlman olduqları üçün xüsusi amansızlıqla qətlə yetirildi. Bu təkcə Azərbaycanlılara deyil, bütövlükdə insanlığa qarşı törədilmiş dəhşətli cinayət idi. 613 nəfər öldürülmüş, 1275 nəfər girov götürülmüşdü. Öldürülənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi. Girovların çoxundan indiyədək xəbər yoxdur. Bilirsinizmi, Xocalıda baş verən soyqırımı Çingiz Mustafayev lentə almışdır. O, hərbi jurnalist, operator idi. Öz kamerası ilə cəbhənin müxtəlif bölgələrində olmuş xəbərləri birbaşa hadisə yerlərindən çatdırmışdı. 1992-ci ilin fevralın 28-də vertolyotla hadisə yerinə gələn Çingiz Xocalı dəhşətlərini lentə aldı. Xalqımız yalnız bundan sonra Xocalıda əslində nələrin baş verdiyini öyrənə bildi. Döyüşlərin birində aldığı güllə yarasından həlak olan Çingiz Mustafayevə Azərbaycanın milli qəhrəmanı adı verilmişdir. Bunu bilmək maraqlıdır. 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində Qarabağdakı erməni silahlı dəstələri tərs silah edildi. Oktyabrın 16-sında isə Rus sülh məramlarının yerləşdiyi Xocalıda Azərbaycan bayrağı dalğalanmağa başladı.
Ali Baş Komandan İlham Əliyev 2024-cü il fevralın 26-sında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq kompleksin özülünü atdı. İşğaldan azad edilən Xocalıda bir neçə kütləvi məzarlıq tapılmışdır. Xocalı soyqırımından sonra erməni silahlı dəstələri Şuşa və Laçını işğal etdilər. 1992-ci ilin yayında yeni yaradılan Azərbaycan ordusu hücuma keçib bir sıra əraziləri, o cümlədən Ağdərəni azad etdi. Təəssüf ki, uğurların davamı gəlmədi. Kəlbəcərin işğalı narazılığa səbəb oldu. Hakimiyyət uğrunda çəkişmələr 1993-cü ildə baş verən Gəncə qiyamı vəziyyəti kökündən dəyişdirdi. Ölkə parçalanma həddinə gəlib çatmışdı. Məhz belə vəziyyətdə Azərbaycan Respublikasının o vaxtki prezidenti Əbülfəz Elçibəy xalqın tələbi ilə Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Xalq bütün ümidlərini öz dahi siyasətçisinə bağlamışdı. Bəli, indi isə keçirik sual və tapşırıqlara. (1918-ci ilin mart soyqırımlarını xatırlayın. Dövrlər arasında müqayisələr aparın. 1918-ci ilin mart soyqırımları zamanı erməni silahlı dəstələri və bolşeviklər Bakıda və Azərbaycanın digər bölgələrində dinc Azərbaycanlı əhaliyə qarşı ağır qırğınlar törətmişdilər. Minlərlə insan öldürülmüş, evlər, məscidlər və tarixi abidələr dağıdılmışdır. Sonrakı dövrlərlə müqayisə etdikdə bənzər siyasətin 20-ci əsrin ortalarında da davam etdiyini görürük. Belə ki, 1948-1953-cü illərdə SSR rəhbərliyinin qərarı ilə 100 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından Azərbaycanın Kür-Araz ovalığına deportasiya olunmuşdur. Əsrin sonunda isə bu proses 1988-1993-cü illər deportasiyası və Xocalı soyqırımı ilə ən piç nöqtəsinə çatmışdır. Fərq ondadır ki, 1918-ci ildə Azərbaycan müstəqil deyildi və xalq özünü müdafiə etməkdə çətinlik çəkirdi. 1948-ci ildə isə proses mərkəzi Sovet hakimiyyətinin inzibati təzyiqi ilə həyata keçirilirdi. Müasir dövrdə isə Azərbaycan güclü dövlət və qüdrətli orduya malikdir. Xalqın birlik və həmrəyliyi ölkəmizin torpaqlarını azad etməsinə və qalib millət kimi tanınmasına səbəb olmuşdur. Faciələrin təkrarlanmaması üçün nə etmək lazımdır? Faciələrin təkrarlanmaması üçün insanlar tarixdən dərs çıxarmalıdırlar. Xalqlar arasında dostluq və qarşılıqlı hörmət qorunmalıdır. Sülhün və ədalətin bərqərar olması üçün münaqişələr, danışıqlar yolu ilə həll edilməlidir. Dövlət güclü olmalı, ordusu və qanunları ilə xalqını qorumalıdır. Gənclər və uşaqlar tarixi yaxşı öyrənməli, vətənpərvər ruhda tərbiyə olunmalıdırlar. Xatın Holokost, Srebrenitsa soyqırımları haqqında məlumat toplayın. Xocalı soyqırımı ilə müqayisələr aparın. Xatın, Holokost, Srebrenitsa və Xocalı faciələri fərqli dövrlərdə və müxtəlif ölkələrdə baş verib və hamısının nəticəsi eyni olmuşdur. Günahsız insanların kütləvi şəkildə məhv edilməsi. Xatın faciəsi 1943-cü ildə Belarus ərazisində faşistlər tərəfindən törədilmişdir. Kənd tamamilə yandırılmış, dinc əhali, o cümlədən qadınlar və uşaqlar amansızcasına qətlə yetirilmişdir. Holokost isə 2-ci Dünya müharibəsi illərində nasist Almaniyası tərəfindən həyata keçirilmişdir. Bu soyqırımı zamanı milyonlarla insan yalnız milli və dini mənsubiyyətinə görə öldürülmüşdür. Srebrenitsa faciəsi 1995-ci ildə Bosniyada baş vermişdir. Qısa zaman ərzində minlərlə müsəlman Bosniyalı həyatını itirmişdir. Bu hadisə beynəlxalq səviyyədə soyqırımı kimi tanınmışdır.
Xocalı soyqırımı 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımdır. Dinc Azərbaycanlı əhali, o cümlədən qadınlar, uşaqlar və yaşlılar qətlə yetirilmişdir. Bu soyqırımların hamısında əsas məqsəd dinc əhalini qorxutmaq və məhv etmək olmuşdur. Hadisələr müxtəlif zamanlarda baş versə də nəticələri oxşardır. Xatın, Holokost və Srebrenitsa kimi Xocalı soyqırımı da insanlığa qarşı törədilmiş ağır cinayət kimi tarixdə qalmalı və heç vaxt unudulmamalıdır. Bəli, bu qədər. 27-ci dərs öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.